Salam, 4-cü günün sualların izahına baxırıq. 60 nömrəli test tapşırığında deyir ki, hansı maddələr suda həll olunur? Sulfit turşusunun duzlarıdır, gördüyünüz kimi hamısı eyni turşu qalıqlardır. Bu turşunun kalium, natrium, ammonium duzları, litium, natrium, kalium, yəni bu duzları yaxşı həll olur. Qalanları həll olmayandır, yəni cavab 1 və 4. Bunlar həll olunmayanlardır. Bunlar isə 2 ilə 3 isə həll olanlardır. Cavab olacaq 1, 4, yəni A variantı. Sonra 67-də hansı ionlar sulfat turşusuna təyin etmək olur? Sulfat turşusu deməli özündən zəif turşular təyin etmək üçün istifadə oluna bilər və barium SO4 ağ rəngli çöküntü verir. C variantı olacaq burada. Sonra davam edirik. Yəni 4 nömrə test tapşırığında dəmir üçün nitrat 2 mol tam dissosiasiyasından neçə mol ion əmələ gəlir? Bunun üçün gəlin dissosiasiya təmini yazarıq. Buradan alınacaq deməli dəmir 3 müsbət üstəgəl 3 mol NO3 mənfi. Bir yerdə 1 mol bu, bir 3 mol da bu. Cəmi 4 mol ion əmələ gəlir. 1 mol duzun dissosiasiyası nəticəsində 4 mol ion əmələ gəlir. Bəs bizə deyir 2 mol. 2 mol duzda nə qədər ion əmələ gələr? Bu derəcə 2 dəfə çox, yəni 8 mol. Cavab A variantı. 66. Hansı duz suda yaxşı həll olur? Barium SO4 çöküntüdür. Qurğuşun çixlorid çöküntüdür. Qurğuşun SO4 argentin xlorida çöküntüdür. Çink SO4 isə suda həll olanlardır. Deməli bunu sırf nəzəri suallardır, yəni bu əzbərçiliyə əsaslanan suallardır. Əgər çöküntüləri yaxşı bilirsinizsə, tapa bilərsiniz cavabları. Sonra 70. Mis çixlor duzun suda məhluluna hansı maddə əlavə edib göy çöküntü alınır? Bu qələvinin köməyi ilə almaq olacaq. Çünki mis çixlordun üzərinə biz qələvi gəlsək, kalium hidroksid yazılıb. Bura natrium hidroksid ola bilər və s. Mis OH2, yəni qələvi ilə təyin olunur. Və kalium xlorid alınır. Bura 2 atıram, burada 1 atıram. Yəni bax bu göy rəngli çöküntü verəcək bu nümunədir, yəni 2-də. Sulfat turşusu özündən aktiv turşudur, xlor turşusunu çıxaracaq, mis sulfat əmələ gələcək, gümüş nitratda da yenə argentin xlorid və mis nitrat alınacaq. Mürsik nitrat, o da yəni çöküntü deyil. Cavab yalnız 2 olacaq. C variantı.